Sözü təqdim edin. Biz Sumqayıt məktəbləri müəllimlərinin adından gəlmişəm. Bu gün biz gəlmişik bura prezidentimiz İlham Əliyeva, vitse-prezident Mehriban Əliyeva, ombudsmana və aidiyyatı bütün qurumlara müraciət edirik, səslənirik. Bu gün saxta bir imtahanın gedişatında müəllimlərin hamısı kəsilib və attestasiyadan kəsilmə o demək deyil ki, işə xitam verilməlidir. Bu dünyanın heç bir ölkəsində belə bir şey yoxdur. Yəni imtahan o demək imtahanda 20 dəqiqə ərzində, yarım saat ərzində müəllimin savadını yoxlamaq olmaz. Ömrümü mən 35 ilini məktəbə vermişəm. 53 yaşım var, 19 yaşımdan işləyirəm. Bu necə ola bilər ki, yarım saatda müəllimin savadı necə bilinə bilər? Müəllim də imtahanda cavab verməyə bilər, verə də bilər, nəsə yanlışlıq da ola bilər. Bu o demək deyil ki, müəllim savadsızdır. Ona görə bu gün biz səslənirik. Bizə qulaq assınlar, müəllimlərə hörmət eləsinlər. İşə xitam vermək, işə o necə xitam verilə bilər? Biz artıq ilin sonuna yaxınlaşır. Bizim məktəbimizdə, heç bir məktəbdə, nəinki bizim məktəbimizdə jurnal yoxdur, fərdi vərəqə yoxdur, qutaran şagirdlərə şəhadətnamələr yoxdur. Onu verə bilməyən nazirlik necə olur ki, xitam yazır ərzələr kağızların üzərində məktəblərə göndərirlər. O xitamlara kağız çatır, amma o bizə verilən, biz hansı dövrdə yaşayırıq? Elmin, texnikanın inkişaf etdiyi bir dövrdə müəllimlər 12 vərəq dəftər üzərində jurnal qurublar. Bu çox gülünc vəziyyətlərdir. Ona görə biz xahiş edirik, müəllimlərə qulaq assınlar, müəllimləri belə incitməsinlər. Bu müəllimlər ola bilər imtahanda olduğu kimi özlərini göstərə bilmirlər. O demək deyil ki, müəllimin işinə xitam verilməlidir. Bu xitam söhbəti ortadan götürülməlidir. Müəllimlər işlərinə bərpa olunmalıdır. Yenidən imtahanların olmasını istəyərdiniz? İstəyərdik. İmtahanlar olsun. Amma imtahan da necə olmalıdır? İmtahanlar testlə olmalıdır. Müəllimlər müttəhim kimi kiminsə qarşısında oturub sual-cavab eləməli deyirlər. Yəni bu test üsulu mütləq olmalıdır.